Salam əziz abituriyentlər, mən Elşad Həsənov. Kanalımıza xoş gəlmişsiniz. Bu gündən sizə Arximed qüvvəsi mövzusunu izah edəcəm. Başlayaq. Deməli, Arximed qüvvəsi nədir? Biz hamımız müşahidə etmişik ki, hər hansısa bir mayeyə, suya bir cisimi atanda o cisim geri qayıdır. Bəziləri geri qayıdır, bəziləri dibə batır, bəziləri mayenin daxilində bir yerlərdə üzür. Amma mütləq şəkildə o geri qayıdanlar da olur. Cisim deməli maye daxilində geri qayıdırsa, onu geri qaytaran bir qüvvə vardır mütləq şəkildə. Maye daxilindən onu yuxarı itələyən qüvvə Arximed qüvvəsi adlanır. F Arximed qüvvəsi. Ola bilər cisim tam batmaya da bilər, fərq etmir. O zaman da yenə cisimi yuxarı doğru itələyən qüvvə olacaq, o Arximed qüvvəsi olacaq. Burada diqqət edirsə, cismin müəyyən bir hissəsi batıb və batan deyək. Amma burada cismin tam hissəsi batıb. Bəs maye daxilində bu cisimə təsir edən qüvvə nədir? İtələyici qüvvədir. Bunu da Arximed tapdığı üçün buna Arximed qüvvəsi deyirlər. Arximed qüvvəsi F Arximed bərabərdir Rho maye G və batan yazırlar. Yəni batan o demək ki, hansı hissəsi batıbsa, o hissənin həcmidir bu. Əgər birdən cisim tam batarsa, onda bura V batan yox, eləcə V cisim də yaza bilərik. Burada deməli, bu Arximed qüvvəsinin düsturu olmuş oldu. Burada Rho maye, mayenin təbii ki, sıxlığıdır. G sərbəst düşmə təcilidir. V batan isə mayeye batan cismin mayeye batan hissəsinin həcmidir. Tam batarsa, tam həcm olaraq nə edə bilər, yaza bilər. Və Arximed qüvvəsi asılıdır, gördüyümüz kimi. Nədən? Təbii ki, Arximed qüvvəsi asılıdır mayenin sıxlığından. Necə asılıdır? Düz mütənasib. J sabit olmaq şərti ilə, bir də batan hissənin həcmi sabit olmaq şərti ilə. Arximed qüvvəsi asılıdır. Nədən? Arximed qüvvəsi asılıdır batan hissənin həcmindən və yaxud da cismin həcmindən də deyə bilərik tam batıbsa. Necə asılıdır? Təbii ki, düz asılıdır. Rho mayenin sıxlığı sabit olmaq şərti ilə. Bir də təbii ki, V batan, daha doğrusu J sabit olmaq şərti ilə. Bəs Arximed qüvvəsi nədən asılı deyil? Bunlar da bizdən soruşurlar. Arximed qüvvəsi, hamısını bir arada çəkəcəm. Arximed qüvvəsi cismin kütləsindən asılı olmaz. Cismin sıxlığından asılı olmaz. Cismin mayeyə batma dərinliyindən asılı olmaz. Bunların heç birindən asılı deyil. Bu mayeyə batma dərinliyi nə deməkdir? Məsələn, burada bir maye var. Eyni cisim, yəni bu şərtlər havaq ödənilir. Cismin həcmi sabit olarsa ödənilir. Eyni bir cisim, ola bilər biri biraz dərinlikdə üzür. Eyni cisim, söhbət eyni cisim. Biri isə biraz yuxarıda üzür. Eyni cisimdən söhbət ki. Bunların ikisi nədən nə təsir göstərir? Arximed qüvvəsi təsir göstərir. Biz artıq burada deyə bilmərik ki, yuxarıdakına daha çox Arximed təsir göstərir, ona görə o yuxarı qalxıbdır. Aşağıdakına az Arximed qüvvəsi təsir göstərir, ona görə o aşağıdadır. O şəkildə deyilmir. Deyilir ki, hansı hündürlük doğru olsun, ikisinin də həcmi eynidirsə, deməli ikisinə də təsir edən Arximed qüvvəsi eyni. Arximed qüvvəsi sadəcə batan hissənin həcmindən asılı olar, bir də mayenin həcmindən asılı olur. Burada biz görürük ki, cisimlər ikisi də eyni mayedədir, ikisinin də həcmi eyni boydadır. O zaman ona təsir edən Arximed qüvvəsi də eyni olmuş olacaq. Yəni bu fiziki kəmiyyətlərin heç birindən asılı deyil. Bunu da yadda saxlamaq lazımdır. Arximed qüvvəsinin əsas düsturu budur, amma Arximed qüvvəsinin əlavə düsturları da var. Yəni müxtəlif şərtlərdə düsturlar var. İndi o düsturların da haqqında məlumat verəcəm sizə. Əziz abituriyentlər, indi isə Arximed qüvvəsinin növbəti bir düsturunu izah edəcəm. Bayaq dediyimiz kimi buradan da yazıram. Arximed qüvvəsinin düsturu F Arximed bərabərdir Rho maye G və batandır. Bu bizim bildiyimiz əsas düsturdur. Amma bəzi şərtlər var ki, o düsturdan istifadə etmirik, başqa bir düsturdan istifadə edirik. Baxırıq hansı şərtlər. Burada bir qab var. Qabın içərisində su doludur. Biz bura cisim atırıq. Biz bura cisim atanda cismin müəyyən hissəsi mayeyə batır və batan. Təbii ki, hamımız artıq deyə bilirik ki, əgər bu cisim mayeyə batırsa, buradan o batdığı hissənin həcmi qədər suyu daşıracaq. Deməli, biz bu cisim maye atan kimi, bu qab doludur deyə, buradan maye daşacaq başqa bir mayeye. İndi məsələ odur ki, burada daşan mayenin həcmi nə qədərdir? Həmişə belə olur. Cismin nə qədər hissəsi batıbsa, batan hissənin həcmi qədər mayeni daşırır.
Deməli, buradakı mayenin həcmi, daşan mayenin həcmi, burada batan cismin həcmi qədərdir. Yazırıq ki, V batan cismin həcmi bərabərdir. Bura daşan mayenin həcmi. İndi biz bu cismi mayeyə daxil etmişiksə, maye tərəfindən təbii ki, buna Arximet qüvvəsi təsir göstərir. İndi bizdən soruşulan nədir? Maye tərəfindən təsir göstərən Arximet qüvvəsi nəyə bərabərdir? Düsturumuzu yazırıq. F Arximet bərabərdir. Rho maye G, təbii ki, V batan. V batanın yerinə yazıram, burada daşan mayenin həcmi. Yəni, Rho maye G, V mayenin həcmi. Söhbət burada daşan mayenin həcmidir. Və biz bilirik ki, Rho vurulsun V nədir? Rho vurulsun V təbii ki, kütlədir, M-dir. Deməli, Rho maye vurulsun V maye bərabərdir, M mayenin kütləsi. O zaman fikir verin, Arximet qüvvəsi bərabərdir. M mayenin kütləsi vurulsun G-yə. Təbii ki, M vur G-də nədir? Çəki. Deməli, mayenin çəkisi. Deməli, buradan belə bir nəticə çıxır ki, maye batan cismə təsir edən Arximet qüvvəsi daşan mayenin çəkisinə bərabərdir. Bax, bu düsturdan da istifadə edəcəyik. Bəzən məsələlərdə verir ki, cismi mayeyə daxil etmişik. Buradan 10 Newton belə deyək, maye daşırıb. Cisim mayeni daşırıbdır. O zaman bu cismə təsir edən Arximet qüvvəsi nə qədərdir? Təbii ki, burada daşan mayenin çəkisi qədər. Bu qədər. Daha durub o düsturda da istifadə etməyə ehtiyac yoxdur. Növbəti bir hissəni izah edəcəm. Deməli, bu nədən ibarətdir? Burada bir qab olsun, içərisində olsun maye. Biz hamımız bilirik ki, normal quruda olan bir daşı, bir cisimi, bu cismin təbii ki, quruda nəyi var? Çəkisi var. Nə qədər? Mc qədər. Normal quruda olan bir daşı qaldıra bilmiriksə, eyni daşı mayenin içərisində rahat şəkildə qaldırırıq. Sizcə niyə? Çünki mayenin içərisində o daşa əlavə sənə kömək edən bir qüvvə təsir göstərir. Aşağıdan yuxarıya doğru. Hansı qüvvə? Təbii ki, Arximet qüvvəsi. Deməli, biz normal bir daşı, normal bir cismi, fərqi yoxdur, mayeyə daxil edəndə bu cismin mayedə çəkisi azalmağa başlayır. Nə qədər azalacaq? Təbii ki, buna aşağıdan yuxarı təsir edən Arximet qüvvəsi qədər azalmış olacaq. O zaman bu cismin burada çəkisi P0 bərabər mc. Bəs bu cismin mayedə çəkisi nəyə bərabərdir? İndi yazırıq. Cismin mayedə çəkisi bərabərdir. Onun havadakı çəkisi çıxılsın F Arximet. Yəni, bu demək olur ki, hər hansısa bir cismin mayedə çəkisi Arximet qüvvəsi qədər nə edir? Azalmış olur. Bu da bizə məsələ həllərində nə edəcək? Lazım olmuş olacaq. Əziz abituriyentlər, indi isə mən cisimlərin üzməsi haqqında sizə məlumat verəcəm. Bildiyimiz kimi, bəzi cisimlər var ki, suya daxil edirik, o cisim batır, mayenin dibinə batır. Bəziləri var ki, daxil edirik, mayenin ortalarında bir yerlərdə üzür. Bəziləri də var ki, mayenin səthində üzür. Bu nədən asılıdır? Bu, cisimə təsir edən ağırlıq və Arximet qüvvəsi arasında münasibətdən və cismin sıxlığına mayenin sıxlığı arasındakı münasibətdən asılıdır. Cisimə biz hər hansısa bir qüvvə təsir, daha doğrusu mayeyə bir cisim daxil etdikdə, bu maye daxilində cismə iki qüvvə təsir göstərir. Bir, onu aşağı doğru çəkən ağırlıq qüvvəsi və yuxarı doğru itələyən Arximet qüvvəsi. Əgər cisimə təsir edən ağırlıq qüvvəsi Arximet qüvvəsindən böyükdürsə, o zaman əvəzləyici qüvvə aşağı doğru yönəlir və cisim aşağı doğru gəlir, düşür, mayenin dibinə batır. Deməli, cisim nə vaxt mayenin dibinə batır, mayenin dibinə çökür? Cismə təsir edən ağırlıq qüvvəsi Arximet qüvvəsindən böyük olduqda. Cismə təsir edən ağırlıq qüvvəsi Arximet qüvvəsindən böyükdürsə, bu zaman cismin sıxlığı mayenin sıxlığından da böyükdür. Deməli, bu iki şərt ödəndikdə cisim mayenin dibinə batmış olacaq. Yəni, sırf bu iki şərtdir, əsas. İkinci, cisim nə zaman mayenin daxilində üzəcəkdir? Onu bilmək üçün, deməli, mayeyə bir cisim daxil etdikdə, yenə də maye daxilində bu cisimə iki qüvvə təsir göstərir. Təbii ki, aşağı doğru ağırlıq qüvvəsi, yuxarı doğru Arximet qüvvəsi. Cisim mayenin daxilində üzür. Cisim mayenin daxilində üzürsə, deməli, Arximet qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir.
O zaman burada əvəzləyici qüvvə deyə bir qüvvə yoxdur. Əvəzləyici qüvvə 0. Yağların burada əvəzləyici var idi, onu aşağı doğru çəkirdi və ona görə aşağı doğru batmışdı. Amma burada əvəzləyici yoxdur. Ona görə də cisim mayenin daxilində bir yerlərdə üzür. Daxili o demək deyil ki, mayenin ortası olsun. Mayenin içərisindədir. Hər tərəfi batıbdır, üzür. Üzürsə ağırlıq qüvvəsi Arximed qüvvəsinə bərabərdir. Yəni dolayısıyla biz belə bir düstur yaza bilərik. F Arximed bərabərdir mc. Bu hansı şərtdədir? Üzmə şərtindədir. Bayaqdan biz Arximed qüvvəsinin düsturlarını izah elədik. 1. Rho maye GV batan. 2. Sonra dedik ki, Arximed qüvvəsi daşan mayenin çəkisinə bərabərdir. Bir də üçüncü belə bir düstur meydana çıxdı. Bu düstur nə vaxt istifadə olunur? Bu düstur nə vaxt tətbiq edəcəksiniz? Yalnız cisim mayenin daxilində və səthində üzəndə. Və cisim mayenin daxilində üzürsə, deməli cismin sıxlığı mayenin sıxlığına bərabərdir. Ona görə mayenin daxilində üzür. Və cisim mayenin daxilində üzəndə cismin mayedə çəkisi 0-a bərabərdir. Cisim mayedə çəkisinin niyə 0 olduğunu da burada sizə göstərəcəm. Mayedə çəkinin düsturu bilirdik ki, nədir? P maye bərabərdir. Havada çəki, yəni P0 çıx F Arximeddir. Biz burada P maye bərabərdir. Havada çəki mc-dir axı. mc çıx F Arximed yazsaq və görürük ki, Arximed mc-yə bərabərdir. Burada Arximed ilə mc bir-birinə bərabərdirsə, çıxanda nə olur? 0-a bərabər olur. Ona görə də deyirik ki, cismin mayedə çəkisi nəyə bərabərdir? 0-a bərabərdir. Üçüncü şərtimiz bu şəkildədir. Deməli, mayedir. Hər hansısa bir cisimi mayeyə daxil edirik. Görürük ki, bu cisim yuxarı qalxır və mayenin səthində üzür. Yəni, bir hissəsi batıb, bir hissəsi çöldə qalmaq şərti ilə üzür. Baxın, bu da üzmədir, bu da üzmədir. Bu üzmə ilə bu üzmə arasında fərq ondan ibarət ki, burada cisim tam batıb üzür, mayenin içərisindədir. Burada isə müəyyən hissəsi batıb üzür. 3/1-mi, 3/2-mi batıb üzür. Artıq bu yuxarı qalxıbsa, bu niyə yuxarı qalxıb? Bunun Arximed qüvvəsi təbii ki, yuxarı qalxıb. Bunun yuxarı qalxıbsa, artıq burada tarazlıqda qalıbsa, o zaman təbii ki, bunun aşağı doğru ağırlıq qüvvəsi də var. O zaman Arximed qüvvəsi yenə də ağırlıq qüvvəsinə bərabərdir. Əgər tarazlıqda qalıb üzürsə, yazırsan Arximed yenə nəyə bərabərdir? mc ağırlığa bərabərdir. Çünki üzmək nə deməkdir? Tarazlıqda olmaq deməkdir. Bəs cisim nə vaxt tarazlıqda olar? Cismə təsir edən qüvvələrin əvəzləyici 0 olanda. Burada da deməli ağırlıqla Arximed bir-birinə bərabərdir ki, onların əvəzləyicisi 0 olur. Bəs niyə yuxarı qalxdı? Yuxarı qalxmasının səbəbi mayenin sıxlığının cismin sıxlığından çox olmasıdır. Mayenin sıxlığı cismin sıxlığından çoxdur ki, onu nə edibdir? Təbii ki, yuxarı qaldırıbdır. Üzdüyü üçün cismin mayedə çəkisi də nəyə bərabərdir? Təbii ki, 0-a bərabərdir. İndi cisim üzdüyü zaman bizdən bəzən məsələlərdə soruşur ki, hansı hissəsi batıb üzür? Yəni, batan hissənin həcmini istəyə bilərlər. Mən buranı silirəm, həmin o batan hissənin həcmini burada yazacağım. Deməli, batan hissənin həcmini biz buradan tapacaq. Bax, buradan tapacaq. F Arximed bərabərdir. F ağırlıq dedik. F Arximed rho maye C V batandır, bildiyimiz kimi. Bəs ağırlıq nədir? mc-dir təbii ki. Buradan C ilə hələ ki, ixtisar eləyək. Burada sol tərəfdə qaldı rho maye V batan bərabər. M-i yerinə nə yazırıq? Rho cisim V cisim yazırıq bu səfər. Çünki M ağırlıq qüvvəsidir, cismin kütləsidir. Buradan V batanı tapdığımız zaman V batan bərabərdir. Rho cisim böl rho maye vurulsun V cisim şəklində tapırıq. Deməli, bizdən soruşsa ki, cismin maye batan hissəsinin həcmini tap, bu düsturdan istifadə edir. Bəzən də deyə bilər ki, maye batmayan hissəsinin həcmini tap. O zaman batmayan hissəsinin həcminin düsturunu çıxartmaqdansa, ən gözəl ilə batan hissəsinin həcmini tapırsan, tutalım ki, tapdıq ki, batan hissəsinin həcmi 3/1-i batıbdır. O zaman avtomatik hamımız bilirik ki, 3/2-si batmamış sayılacaq. Bu da uşaqlar cisimlərin üzmə şərtidir. Bunları da yaxşı-yaxşı öyrənmək lazımdır. Ümumiyyətlə, Arximed qüvvəsi mövzusundan, yəni sual düşür qəbul imtahanında, bir sual düşür. Bunları yaxşı-yaxşı öyrənsəz, testləri işləsəz, məncə sizin bir sualınız hazır olmuş olacaq. Əziz abituriyentlər, indi isə mayələrin borda hərəkəti Bernoulli qanunundan danışacağım. Bernoulli qanunundan. Mayələrin borda hərəkəti onsuz da hamımız müşahidə edirik. Bəzən boruların diametri böyük olur, bəziləri dar olur. Təbii ki, anlaya bilirik ki, borunun diametri çox olan yerdə suyun sürəti zəif olacaq. Borun diametri dardırsa, orada suyun sürəti biraz daha çox olmuş olacaq.
Deməli, mayenin boruda hərəkəti, onun sürəti borunun en kəs sahəsindən tərs mütənasib asılıdır. Yəni, en kəs sahəsi böyük olan yerdə, çünki buradan eyni həcmlə maye axdığı üçün, en kəs sahəsi böyük olan yerdə mayenin sürəti az olur. Artıq həmən o maye, eyni həcmlə maye dar hissədən keçəndə təbii ki, oradan sürətli keçmək məcburiyyətindədir. Ona görə də dar hissədə borunun dar hissəsində suyun sürəti nə olmuş olur? Az olmuş olur. Yəni ki, borunun mayedə axın sürəti V1 bölü V2 en kəs sahənin tərs mütənasib asılıdır. S2 bölü S1 şəklində nə edə bilərik? Yaza bilərik. Yəni, borunun en kəs sahəsi böyük olan yerdə sürət az, en kəs sahəsi kiçik olan yerdə sürət böyük olur. İstəsək biz bunun qrafikini də çəkə bilərik. Deməli, V S-dən necə asılıdır? Təbii ki, tərs mütənasib. Sonra bunu biz əlavə olaraq S-i borunun radiusunla da əlaqələndirə bilərik, diametri ilə də əlaqələndirə bilərik. Radiusunla öncəliklə əlaqələndirəcəm. V1 bölünsün V2 bərabərdir. Deməli, V1 yazmalıyım S2 bölü S1. S2 deməli, ikinci borunun en kəs sahəsidir. Boru dairə şəklindəsə en kəs sahəsi nədir? Pi-r kvadratı. O zaman buraya yazır Pi-r2 kvadratı bölünsün Pi-r1 kvadratı. Yəni, o pirlər ixtisar getdi, gördüyünüz kimi. Buradan da görürük ki, bu düsturdan da görürük ki, buradan axan mayenin sürəti onun radiusu ilə yenə tərs asılıdır. Təbii ki, kvadratı ilə tərs asılıdır. Və ya istəsək biz bunu diametri ilə də əlaqələndirə bilərik. V1 bölünsün V2 bərabərdir. Radius D bölü 2 də axı diametrin yarısıdır. Burada D bölü 2, burada D bölü 2 yazdığımız zaman təbii ki, avtomatik belə bir ifadə çıxır ortaya. D2 kvadrat bölünsün D1 kvadrat. Bu ifadədən də biz görmüş oluruq ki, necə ki, bunlardan gördük ki, sürət en kəs sahəsindən tərs asılıdır, radiusdan tərs asılıdır. Eyni şəkildə sürət borunun diametri ilə də neyləmiş olacaq? Tərs mütənasib asılı olacaq. Bunları mütləq şəkildə bilməmiz vacibdir. Bu borunun burasından bir deşik açsaq və bura bir belə boru birləşdirsək, burasından da bir deşik açsaq və burasından da boru birləşdirsək, təbii ki, bu deşikdən su yuxarı doğru çıxmağa çalışacaq. Biz bunu suyu yuxarı doğru təbii ki, çıxardan bir təzyiq vardır mütləq şəkildə. Buradan nə müşahidə edirik? Burada H1 olsun, burada H2 olsun. Nə müşahidə edəcəksiniz? Müşahidə edəcəksiniz ki, en kəs sahəsi böyük olan boruda su daha hündür yerə çıxacaq, en kəs sahəsi kiçik olan boruda su daha az yerə çıxmış olacaq. Yəni, sürəti çox olan yerdə borunun yuxarı çıxma təzyiqi az olur, sürəti çox olan yerdə. Sürət az olan yerdə boruda suyun yuxarı çıxma təzyiqi nə olur? Çox olmuş olur. Yəni, bu təzyiq də uşaqlar iki formada əslində burada təzyiq var. Bir statik təzyiq var, bir də dinamik təzyiq var. Dinamik təzyiq P bərabərdir. Rho V kvadrat bölünsün 2 şəklində tapılır. Dinamik təzyiq boruda suyu qabağa itələyən, qabağa doğru təzyiqlə aparan bir təzyiqdir. Yəni, qabağa doğru yönələn bir təzyiqdir. Dinamik təzyiq. Bir də var statik təzyiq. Statik təzyiq isə boruda suyu yuxarı doğru qaldıran bir təzyiqdir. O zaman boruda yuxarı doğru qaldıran həmən o statik təzyiq nədən asılıdır? Təbii ki, sürətdən asılıdır. Sürət çox olan yerdə təzyiq az, sürətin az olduğu yerdə isə təzyiq nə olur? Çox olmuş olur. Baxın, Bernoulli qanunu budur. Bu quşların uçması olsun, təyyarələrin uçması olsun, hamısı Bernoulli qanununa belə deyək, prinsipləri ilə hərəkət edirlər, uçurlar. Bu da bizim Bernoulli qanunumuz oldu. Dərsimiz bu qədər. Kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda ard-ardına gələcək inşallah. Sağ olun. Meow.